Salam dostlar, salam sosial şəbəkə izləyiciləri. Gözəl Göyçayımızın mənzərələrindən biri olan Pələngtulanlar ərazisində yerləşən, yəni başqa yerlərə gedirik, öz Göyçayımızın gözəl yerlərindən məlumatımız yoxdur. Ona görə də siz Göyçayımızın ən gözəl məkanlarından biri olan Pələngtulanlar ərazisində yerləşən Kamran qardaşımızın açdığı gözəl istirahət mərkəzinə, ailəvi istirahət mərkəzinə dəvət edirik. Bütün xidmətlər mövcuddur. Yalnız ailəvi olaraq bura hamınızı dəvət edirik. Gözəl xidmətlərdən yararlanmağa sizə nümayiş etdirəcəyik. Və bu da gözəl məkanımız. Təkcə oturan vətəndaşlarımız burada çay oturub içərək istirahətini təmin edə bilərlər. Bundan əlavə isə gördüyünüz kimi bax bu gözəl mənzərənin qarşılığında Pələngtulanlar ərazisində dağların yamaclarında yerləşən çay kənarı istirahət mərkəzində sizlərlə tanış edim. Gördüyünüz kimi çay qırağı Göyçay çayının kənarında yerləşən çay kənarı istirahət mərkəzidir. Və bu da sizə ətrafı tanış edim. Yəni başqa yerlərə getməyə artıq ehtiyac yoxdur. Göyçayımızın gözəl məlumat olmayanlar bura gəlib istirahətini təmin edə bilərlər. Hər cür xidmət dediyim kimi mövcuddur. Burada yalnız dediyim kimi ailəvi istirahət mərkəzidir. İçki, hər hansı bir içki, araq və pivə qəbul olunmur. Yalnız ailəvi olaraq hamı gəlib burada istirahətini təmin edə bilərlər. 20 içəri sizə ətrafı tanış edim. Və burada bax girişi. Buradır bax bilyard masası, voleybol setkası və oturacaqlar və yerlənəcəklər uşaqların üçün əyləncə üçün. Yerlənəcəklər də burada mövcuddur. Yəni istənilən yeri rezerv etdirə bilərsiniz. İstənilən yeməklərdən də tada bilərsiniz, istirahətinizi burada təmin edə bilərsiniz. Uşaqlar üçün əyləncəli yerlənəcəklər. Salon tüylər demişək, salıncaqlar. Burada bax gördüyünüz kimi oradan istənilən xidməti, kebablar və digər Azərbaycan yeməyinə, milli yeməyinə məxsus olan yeməklər də mövcuddur. Gördüyünüz kimi. Beşetkalarımız da mövcuddur. Orada proyektörlə görüntülü olaraq musiqi əyləncə təşkil olunur. Hətta az gün keçirilənlər üçün də burada geniş bir stol açmaq mümkündür. Bura gəlirlər, az gün keçirilənlər də musiqili əyləncəli yerlər də mövcuddur. Gördüyünüz kimi orada proyektör qoşaraq görüntülü olaraq hər hansı bir musiqilər və kliplər verilir. Bu da gördüyünüz kimi dağların ətəyində buz kimi axşam bura gəlmək mümkün deyil. Qonaqların da sayı hesabı Allaha şükür çoxluq təşkil edir. Baxın gördüyünüz kimi hər şey. Yəni bura dediyim kimi axşam burada buz kimi havanın şeyində, hətta üşümək də adama qanına yapışır yayıncı hazırında. Baxın Pələngtulanlar ərazisində yerləşən çay kənarı. Yerlənəcəklər də, bax uşaqların əyləncəsi üçün təşkil olunan yerlənəcəklər də. Hətta balaca itlərimiz də burada var, uşaqlarla oynayan. Heç bir təhlükəsi olmayan itlərimiz də burada uşaqların başını qatır. Budur. Hər şey Allaha şükür. Göyçayımızın gözəl məkanında bütün rayonlardan bura istirahətə dəvət edirəm. Yalnız ailəvi, heç bir içki qəbul olunmadan araq və ya pivə qəti qadağandır bura. Burada yəni qəti qadağan
olunur içkilərdən istifadə. Bax budur. Gördüyünüz kimi hər cür qutablarda, ət qutabı, göy qutabı, hər cür kətələr, hər şey Allah'a şükür burada xidmətimizdə mövcuddur. Buyurub sizləri bura dəvət edirəm. Axşamlar gəlib burada istirahətinizi 100% təmin edib üşüyüb də gedə bilərsiniz. Yəni sərin hava, gözəl məkan. Bu qədər dostlar. YouTube və TikTok kanalıma abunə olmayı unutmayın. Ətraflı yer haqqında, məkan haqqında məlumat olmayanlar əlaqə saxlaya bilərlər. Rəylər bölümündə və ya digər əlaqə vasitələri ilə. Bu qədər dostlar, özünüzə müğayət olun. Allah amanında. Sizi bu xidmətlərə dəvət edirik. İstirahət mərkəzi ailəvi olaraq, yalnız ailəvi olaraq gələ bilərsiniz.